Ausbildung zamanı əsasən, yəni buna maaş deyirik, amma bunu Alman dilində əslində Ausbildungsvergütung deyilir. Bu təqaüd kimi bir şeydir və belə deyim, siz burada işlədiyinizə görə maaş almırsınız. Sizi burada yetişdirən şirkət sizə müəyyən bir məbləğ verir. Bunu bir təqaüd və s. kimi fikirləşə bilərsiniz. Çünki bir çox insan səhv düşüncələrlə gəlir və Ausbildungun nə olduğunu bilmədən gəlir və daha sonra gəlib bunu gördükdən sonra deyir ki, bu maaşa belə iş görülməz. Yəni siz Azərbaycanda hər hansısa bir peşə təhsili alarkən sizə hər hansısa bir məbləğ verilirmi və yaxud da ki, dünyanın hər hansısa bir yerində? Yəni bu belə bir sistemdir ki, siz həm peşə təhsili alırsınız, həm işləyirsiniz. Yəni işləyirsiniz də dediyim, burada sizə təhsil verilir. Düzdür, bəzi xidmət sektorlarında, xüsusilə də gastronomi, otel və s. kimi sahələrdə insanların əməyi suistimal oluna bilir, amma Ausbildungun əsas məqsədi bir mütəxəssis yetişdirməkdir. Yəni sizin bu peşə haqqında hər hansısa bir biliyiniz yoxdur. Siz həm peşə məktəbində bunun teoriya hissəsini öyrənirsiniz və paraleldə də işləyib, bunun qarşılığında da müəyyən bir təqaüd verilir.